Bugün iftara püre ve yanında Kievski kotlet hazırlayacağım. İlk önce toğuklarımızı rendeliyoruz. Rendelenmiş toğuklarımızı şapatlıyoruz. Biraz tuz, biraz istiyot əlavə edib yaxşı qarışdırırıq. Daha sonra iki hissəyə bölüb yumrulayırıq. Girdə toğuklarımızın arasına yağ əlavə edəcəyik. Tərəvəzli yağı hazırlamağa halım yox idi, ona görə belə bir şey aldım. Tərəvəz sarımsaq qarışıqlı yağ. Dondurduğum yağı kotletin içində gizlədirəm. Hal-hazırda bu videonu paylaşıb yatıram. Oyandanda görüm ki 10.000 baxış sayı gəlib. Arada özümü təsəlli etməliyəm ya yox. Yaxşı az danış. Kotletlərimiz hazırdır. Kartofumuza yağ, duz, istiyot əlavə edib yaxşı əzişdiririk. Kievski kotletlərimizi hazırlamaq üçün 2 ədəd yumurta, un və suxari lazımdır. İlk öncə una, yumurtaya və suxariyə batırıb göndəririk qır qazanda yanmağa. Yağımızı qazana əlavə edirik. Ay kişi, zeytun yağıdır o. Bu zeytun yağı bəzi keyfiyyətsiz insanlardan bahadır. Yoxsa səhv deyirəm. Yağımızı doldurub istilənməyini gözləyirik. İstidir. Acından ürəyim getdi. Kotletlərimizi atırıq pişməyə və yeməyimiz hazırdır. Öz aləmimizdə oliqarx sayağı təqdimat edirik güya. Dəyərli izləyicilər, Allah tutduğunuz orucları qəbul etsin. Dəstək üçün səhifəmizi izləməyi unutmayın. Hələlik.